Herkese salam, kanalıma hoş gəlmisiniz. Birinci sinif məntiq dərsliyindən tapşırıqları həll etməyə davam edirik. Səhifə 35-36. KLM mövzusundan çətin mövzunun izahına keçirik. 35-ci səhifə. Demək, birinci sualda bizdə kvadrat verib, üzərinə 2 gəlib, elib 7. Neçənin üzərinə 2 gələndə 7 edir? 7-dən 2-ni çıxırıq, tapırıq ki, 5-in üzərinə 2 gələndə bizə verir 7-ni. Artıq tapdıq ki, kvadratımız 5-dir. Deməli, dairəni tapaq. Neçənin üzərinə 5 gələndə 8 edir? 8-dən 5-i çıxırıq, tapırıq ki, deməli, 3-ün üzərinə 5 gələndə 8 edir. Artıq bildik ki, dairəmiz neçədir? 3. Deməli, 3 yerinə qoyuruq, üstə gəl 3. Bərabərdir neçəyə? 3 üstə gəl 3 bərabərdir 6-ya. Artıq bildik ki, 5 bucaqlı fiqurumuz nədir? 6-dır. Onu da qoyuruq yerinə. 6-dan da 4-ü çıxanda eləyir 2. Doğru cavabımız C variantıdır. Keçirik ikinci tapşırığa. Tapaq. Neçədən 3 çıxanda 6 edir? Deməli, bunun üçün 6-nın üzərinə 3 gəlirik. 6-nın üzərinə 3 gələndə eləyir 9. Deməli, 9-dan da 3 çıxanda bərabərdir 6-ya. Demək, A-mız nədir? 9-dur. Gətirib qoyuruq bura. İndi 4-ün üzərinə neçə gələndə 9 edir? Bəli, 4-ün üzərinə 5 gələndə 9 edir. Demək, B rəqəmimiz də, B hərfimiz də 5-dir. Onu da qoyaq yerinə. Aha, 5-dən neçə çıxanda 2 edir? 3 edir. Deməli, 5-dən də 3 çıxanda 2 edəcək. Deməli, C-miz neçədir? 3. Doğru cavab elə C variantıdır. Keçirik 3-cü tapşırığa. Aha, 2 eyni rəsm bərabərdir 6-ya. Yenə 6-nı 2 eyni komandaya bölürük. Hər komandada 2 eyni adamlar olmalıdır. Bərabər hissəyə böləndə hər iki komandada 3 nəfər olur. 3-ün üzərinə 3 gələndə 6 edir. İndi 2 verib, şar verib. Deməli, 2-ni eyni yerə bölürük. Hər komandaya 1 nəfər düşür. Deməli, 1-in üzərinə 1 gələndə 2 edir. İndi rəqəmlərimizi rəsmlərdəki yerinə yerləşdirək. Şarımız 1-dir. Aha, papağımız 3-dür. Deməli, neçənin üzərinə 3 gələndə, daha sonra üzərinə 1 gələndə 8 edir. Bunun üçün nə edirik? 3 ilə 1-i toplayırıq. 3 ilə 1-imiz eləyir 4. Burada yazıram 4. Aha, bərabərdir 8-ə. İndi bu rəsmi tapmalıyıq. Neçənin üzərinə 4 gələndə 8 edir? 4-ün üzərinə 4 gələndə 8 edir. 8-dən də 4 çıxanda 4 qalır. 4-ün üzərinə 4 gəldi, elədi 8. Yəni 4-ün üzərinə 3 gəlirik, eləyir 7. 7-nin də üzərinə 1 gəlirik, eləyir 8. Deməli, dondurma rəsmimizin rəqəmi tapdıq ki, 4-dür. Doğru cavabımız hansı cavabdır? B variantı. Keçirik 4-cü tapşırığa. Aha. Birinci sütunu həll eləmək üçün gəlin ikinci sütuna baxaq, rəsmimizi tapaq. Neçənin üzərinə 5 gələndə 7 edir? 7-dən də 5 çıxanda həmən rəqəm olsa da alınır. 7-dən 5 çıxanda 2 edir. Deməli, 2-nin də üzərinə 5 gələndə 7 edir. Bu rəsmimiz nədir? 2. 2-nin üzərinə neçə gələndə 5 edir? 2-nin üzərinə 3 gələndə 5 edir. Tapdıq ki, bu rəsmimiz də nədir? 3-dür. Baxın. 2 eyni rəsm verib. Deməli, 3-ün birini bura yazırıq. Birini də bura. Aha, 3-ün üzərinə 3 gəlib, onun da üzərinə neçə gəldikdə 10 edir. İlk öncə 3 ilə 3-ü toplayaq. 3 ilə 3-ümüz toplananda eləyir 6. Yəni 3 üstə gəl 3, elədi 6. 6-nın üzərinə neçə gəlsək 10 edər. Aha, 6-nın da üzərinə 4 gəlsək 10 edir. Yəni 10-dan 6 çıxanda 4 qalır. Deməli, 3-ün üzərinə 3 gəlirik 6, onun da üzərinə 4 gəlirik, eləyir 10. Deməli, bu rəsmimiz də tapdıq ki, 4-dür. Doğru cavabımız C-dir. Keçid edirik 5-ci tapşırığımıza.
5-ci tapşırıqda da yenə birinci sütunu edə bilmək üçün ikinci sütuna diqqət edirik. Neçədən 5 çıxanda 3 alınır və ya 3-ün üzərinə 5 gəlirik. Neçə edər? 5-in üzərinə 3-ün üzərinə 5 gələndə eləyir 8. Deməli 8-dən də 5 çıxanda 3 qalır. Bu rəsmimizi tapdıq ki 8-dir. İndi 8-dən neçə çıxanda 7 edir? Bəli, 8-dən də 1 çıxanda 7 edir. 8-dən də 7 çıxanda 1 edir. Demək, tapdıq indi rəsmlərimizin rəqəmlərini yerləşdir. Bu rəsmimiz 8-dir. Bu rəsmimiz nədir? 1. 3 dənə verdiyi üçün hər yerə eyni rəqəmi yazırıq. 1, 1, 1. Aha, baxırıq. 8-dən 1 çıxırıq. 8-dən 1 çıxanda eləyir 7. 7-nin üzərinə 1 gəlirik, eləyir 8. 8-in də üzərinə 1 gəlirik, eləyir 9. Doğru cavabımız B variantıdır. 9. 6-cı tapşırıqda baxın, A üstəgəl B üstəgəl B bərabərdir 8. Baxırıq ikinci sıraya. A üstəgəl B bərabərdir 5. Aha, biz artıq bildik ki, bizə verib. A'nın üstəgəl B, A üstəgəl B bizdə 5-dir. 5-in üzərinə B gəlir, eləyir 8. 5-in üzərinə neçə gəlsə 8 edər. 5-in üzərinə 3 gələndə eləyir 8. Yəni 8-dən 5-i çıxanda bizə 3 verir. Deməli 5-in üzərinə 3 gələndə elədi 8. B-mizi də tapdıq ki 3-dür. Aha. 3 yazırıq yerinə. Deməli neçənin üzərinə 3 gələndə 5 edir. 5-dən də 3-ü çıxırıq, eləyir 2. A-mız da 2-dir. 2-nin üzərinə 3 gələndə 5 edir. Deməli A-mız 2-dir. Rəqəmləri yerinə yazırıq. 2-nin üzərinə 2 gələndə 4 edir. Doğru cavabımız C variantıdır. Bu biraz çaşdırır, amma bu üsulla da həll edirik. 7-ci tapşırıq. Ondan neçə çıxanda və neçə edir? Baxırıq ikinci sütuna. Neçənin üzərinə 2 gələndə 5 edir. 3-ün üzərinə 2 gələndə 5 edir. 5-dən də 2 çıxanda 3 edir. Deməli B-miz nədir? 3. Deməli ondan neçə çıxanda 3 edəcək? Ondan 7 çıxanda 3 edəcək. 3-ün də üzərinə 7 gələndə 10 edir. A-mız neçədir? 7. Yazırıq yerinə. 7-dən 2 çıxanda bizə verir 5. Doğru cavabımız 5-dir. B variantı. Baxırıq 8-ci tapşırıq. Demək 8-ci tapşırıqda ulduzumuz 2-yə bərabərdir. 2-ni qoyuruq yerinə. Deməli yazdıq 2. Neçədən 2 çıxanda 4 edir. 2-nin üzərinə 2 gəlirik. Eləyir 4. Deməli buludumuz 4-dür. 4-dən 2 çıxanda 2 qalır. Buludumuz 4 olduğu üçün rəqəmləri yerinə qoyuruq. 4 üstəgəl 4 çıxılsın. Ay bərabərdir 3-ə. 4-ün üzərinə 4 gəlirik. Eləyir 8. 8-dən neçə çıxanda? Yəni 3 edər. 8-dən neçə çıxanda 3 edir. 8-dən 3-ü çıxırıq, eləyir 5. Deməli 8-dən 5 çıxanda 3 edir. Aha, deməli ayımız neçədir? 5. İndi baxırıq. 4-ün üzərinə 4 gəlirik, eləyir 8. 8-dən də 5 çıxırıq, eləyir 3. Demək ayımız 5-dir. Doğru cavab C variantı. 9-cu tapşırıqda. Baxırıq ikinci sıraya. İki eyni rəsmdir, bərabərdir 2-yə 2. 2 hissəli komandaya böldükdə hər komandaya bir nəfər düşür. Deməli, 1-in üzərinə 1 gələndə eləyir 2. Bu rəsmimiz oldu 1. Aha. İndi baxırıq. Neçənin üzərinə neçə gələndə və onun üzərinə 1 gələndə 5 edir. Aha. Deməli, 2 eyni rəsmdir. Deməli, biz nə edirik? 2 eyni rəsmdir. Üzərinə 1 gəlib, eləyib 5. Birinci toplananı tapmaq üçün nə edirdik? Cəmdən ikinci toplananı çıxırdıq. Yəni 5-dən 1-i çıxırıq. 5 çıxılsın 1. Bərabərdir 4. Aha. Deməli, biz 4-ü 2 bərabər hissəyə bölməliyik. 4-ü də 2 bərabər hissəyə böləndə, 2 komanda eləyəndə hər komandaya 2 nəfər düşür. Yəni 4 çıxılsın 2, 2 edir. Deməli, bu rəsmimiz də 2-dir.
2'nin üzərinə 2 gəlir, eləyir 4. 4'ün üzərinə 1 gəlir, bərabərdir 5'ə. Bu rəsmimiz də nədir? Tapdıq 2'dir. İndi qoyuruq yerinə. 2'nin üzərinə 2 gələndə 6 edir. 6'dan 2'ni çıxırıq 4. Bəli. Deməli bizim bu rəsmimiz, meduza rəsmi 4'dür. 2'nin üzərinə 4 gələndə 6 edir. Doğru cavabımız B'dir. 10-cu tapşırığa baxırıq. Neçədən 2 çıxanda 7 edir? 7'nin üzərinə 2 gəlirik. Deməli, azalan, çıxılan fərq. Fərqi məchul azalanı tapmaq üçün üzərinə çıxılanı gəlirik. 7'nin üzərinə 2 gələndə eləyir 9. Deməli, 9'dan da 2 çıxanda 7 edir. Bu rəsmimizi tapdıq 9'dur. Rəsmimiz harda yerləşir? Onun qabağına tapdığımız rəqəmi yazırıq. Daha sonra isə keçirik, baxırıq hansını həll edə bilərik. Aha, deməli, burada karandaş rəsmi verilib. İndi biz bunu həll edək. Neçənin üzərinə 2 gələndə 6 edir. 6'dan 2'ni çıxırıq. 6'dan 2 çıxanda 4 edir. Deməli, 4'ün də üzərinə 2 gələndə 6 edir. Karandaş rəsmimiz də 4'dür. Bizdən pozan rəsminin cavabını soruşur ki, hansı rəqəmdir? Aha, neçənin üzərinə 4 gələndə 9 edir. 9'dan 4'ü çıxırıq, eləyir 5. Deməli, 5'in üzərinə 4 gələndə 9 edir. Pozan rəsmimiz neçədir? 5. Doğru cavab A variantıdır. Keçirik 11-ci tapşırığa. Baxırıq. Aha. Birinci sütundan keçirik ikinci sütuna. İlk hansını həll edə bilərik. Daha sonra isə yerləşdiririk rəqəmləri yerinə. 4 edib. 2 çiçək eyni çiçək rəsmidir və 4 edib. Deməli, 4'ü 2 eyni komandaya böldükdə hər komandaya neçə nəfər düşür? 2 nəfər. 2'nin üzərinə 2 gələndə 4 edir. Bu rəsmimiz neçədir? 2. Rəqəmimizi yazırıq rəsmin üzərində. Daha sonra keçirik 3-cü sütuna, 3-cü sıraya. Burada 8 verib. 8'i 2 eyni komandaya böldükdə hər komandaya neçə nəfər düşür? 4 nəfər. 4'ün üzərinə 4 gələndə 8 edir. Deməli, bu çiçək rəsmimiz də 4'dür. Aha, indi tapırıq. 2'nin üzərinə 4 gəlir. 2'nin üzərinə 4 gələndə bizə 6 edir. Deməli, bu rəsmimiz neçədir? 6. Doğru cavabımız B variantıdır. Keçirik 12-ci tapşırığa. Yenə baxırıq birinci sıraya. Çətinliyimiz varsa keçirik ikinci sıraya. Neçədən 2 çıxanda 5 edir. 5'in üzərinə 2 gəlirik. Eləyir 7. 7'dən 2 çıxanda 5 edir. Bu rəsmimiz rəqəmi neçədir? 7. Yerləşdiririk yerinə. 7 neçənin üzərinə 2 gələndə 7 edir. 7'dən 2 çıxırıq. 5 edir. 5'in üzərinə də 2 gələndə 7 edir. Deməli, bu rəsmimiz də 5'dir. 5'in üzərinə 3 gələndə 8 edir. Doğru cavab C variantıdır. Keçirik 13-cü tapşırığa. Burada 10'dan neçə çıxanda 7 edir? 10'dan 7 çıxanda 3 edir. Deməli, 10'dan da 3 çıxanda 7 edəcək. Deməli, bu rəsmimiz 3'dür. Yerləşdiririk portağalımızın yerinə 3. 2 eyni portağal rəsmidir. 3 üstə gəl 3 bərabərdir 6'ya. Deməli, çiyələk rəsmimiz 6'dır. Yazırıq yerinə. 6'nın üzərinə 2 gəlirik. Eləyir 8. Doğru cavabımız A variantıdır. Keçirik 14-cü tapşırığa. Neçənin üzərinə 2 gələndə 8 edir. 8'dən 2 çıxırıq, eləyir 6. 6'nın da üzərinə 2 gələndə eləyir 8. Deməli, bu rəsmimiz nədir? 6. Yazırıq yerinə. Aha, 2 eyni rəsmdir. Yenə 4'ü 2 eyni komandaya bölürük. Hər komandaya 2 nəfər düşür. Deməli, 2'nin üzərinə 2 gələndə 4 edir. Bu rəsmimiz də 2'dir. Deməli, 6'dan 2 çıxırıq, eləyir 4. Deməli, bizim bu keksimiz 4'dür. Doğru cavab A variantıdır. 15-ci tapşırığa baxırıq. 2 qarpuz dilimi verib bərabərdir 4'ə. Deməli, 4'ü 2 komandaya böləndə hər komandaya 2 nəfər düşür. 2'nin üzərinə 2 gəlir, eləyir 4. Qarpuzumuz neçədir? 2. Harada qarpuz rəsmi var, rəqəmi yazırıq. 2. Neçənin üzərinə 2 gələndə 5 edir. 5'dən 2 çıxırıq, eləyir 3. 3'ün də üzərinə 2 gələndə 5 edir. Dondurmamız 3'dür. Deməli, çubuqlu dondurmamız olan yerə 3 yazırıq. Aha. 3'ün üzərinə 2 gəlib. Üzərinə dondurma gəlib, eləyir 9. Demək, biz bunu tapmaq üçün nə edirik? 3'ün üzərinə 2 gəlirik, eləyir 5.
5. 5-in üzərinə neçə gəlsək 9 edər. 9-dan 5-i çıxanda 4 edir. 5-in də üzərinə 4 gələndə 9 edir. Baxaq, 3-ün üzərinə 2 gəlib eləyib 5. 5-in üzərinə 4 gəlib eləyib 9. Deməli, bu dondurmamız 4-dür. 4-ü yerləşdiririk yerinə. 2 dənə verdiyi üçün 2 dəfə yazırıq. 4-ün üzərinə 4 gəlib eləyib 8. Doğru cavabımız B variantıdır. KLM mövzusundan çətin olan bölmənin 36-cı səhifəsində olan tapşırıq testlərimizin hamısını həll etdik. Videolarımı bəyənməyi unutmayın. Hörmətli valideynlər, bəzi uşaqlar, bu mövzularla bağlı, bu test tapşırıqlarla bağlı hər hansı bir sualınız yaranırsa, mütləq şərh bölməsində qeyd etməyi unutmayın.